Salam əziz şagirdlər, videoya xoş gəldiniz. Bugün Din belə soruşur konseptimizin yeni bölməsi gəldi. Trigonometrik tənliklər. Bu vaxta qədər düşmüş bütün suallara baxacağıq. Bilirsiniz ki, hər il bu sualdan bir dənə düşür. Məsələn, naturaldan ola bilsin ki, hər il sual düşməsin. Yaxud başqa bölmələr var ki, oradan sual düşmür hər dəfə. Amma trigonometrik tənliklərdən hər dəfə bir sual düşür. Ona görə bu bölmə daha önəmli olduğu üçün bunu biraz əvvəl çəkdik. Təbii ki, növbələşmə pozula bilər, amma çalışaram ki, bütün vacib bölmələrdən bu konseptdən video çəkim. Siz də hansı bölmədən video istəyirsinizsə, şərhlərdə qeyd edin. Mən də o bölmədən video hazırlayım. Başlayaq birinci sualımızdan. Əslində bir yerdən sonra baxırsan ki, ən çox hansı düsturlar istifadə olunur və bunları öyrənirsən təbii ki. Ona görə vacibdir bu video konsepti. PDF-i də aşağıda link də yerləşdirə bilərəm, yaxud da Telegramdan keçid edib götürə bilərsiniz. Bizə deyir ki, bu tənliyini həll edin. Biz ilk olaraq bu düsturu görən kimi bunun nə isə ifadə edədiyini bilməliyik. Əslində tangens 2 alfa düsturu var uşaqlar. Tangens 2 alfa bərabərdir 2 tangens alfa. 1 çıxılsın tangens kvadrat alfa. Bunu bilmək lazımdır. Burada bizim alfamızın yerində nə durub? Pi böl 8. Ona tangens 2 alfa nə olacaq? Tangens 2 vurulsun pi böl 8, yəni tangens pi böl 4. Bu da oldu 1. Sən demə bura bax 1 imiş. Bunu başa düşürüyümü? 2 tangens alfa 1 çıxılsın tangens kvadrat alfa bizə tangens 2 alfanı verir. Yəni arqumenti 2-yə vurursan pi böl 4 olur. Bu da bizə 1-i verdi. Deməli bizim tənliyimiz bu şəklə düşdü. Kosinus 6x bərabərdir 1. Bu 2021-də düşüb buraxdıqca və görəcəksiniz ki, əslində bu düstur yenə istifadə olunur. Buradan biz nə deyə bilərik? 6x bərabərdir nəyə? Kosinus nə zaman 1 alırdı? Fikir verin, 0-da bir də təzədən qaydasına 0-a gəlirsən. Yəni 2 pikalarda. Təbii ki, bunları bilmək lazımdır uşaqlar. Bunu bilirsinizsə 2 pika böl 6. Bu videodan nəsə əldə edə bilərsiniz. Amma heç bir məlumatınız yoxsa əvvəlcə bunu öyrənmək lazımdır. A variantı. Təbii ki, burada hər dəfə K daxildir. Tam ədəd yazmaq lazımdır. Siz yazın. Mənə baxmayın. Mən cavablarda var deyə yazmadım. İkinci sualımız. Bu məsələn 2021-də istifadə olunub, 2025-də bunun başqa forması istifadə olunmuşdu. Nədir bu sualın mənası? Məğzi nədir? Kosinus 2x bilirsiniz ki, qiymətlər çoxluğu -1 ilə -1 arasında olan bir funksiyadır. Bu funksiyanın qiymətlər çoxluğu -1 ilə 1 arasındadır. Bunun bərabər olduğu bu ifadə ki var, bu da təbii ki, harada dəyişə bilər? -1 ilə 1 arasında dəyişə bilər. Yəni bu bura daxildir, belə deyək. Daxildir. Çox qəribə oldu, amma belə bir şey yazmaqdansa bunu belə yazsaq daha qəşəngdir. 4a daxildir bura. Onda biz nə edə bilərik? Deyə bilərik ki, 4a ifadəsi yerləşir -1 ilə -1 arasında. Hər tərəfi 4-ə bölə, çünki bizə a-nın özü lazımdır. Hər tərəfi müsbət bir qiymətə böldüyümüz zaman təbii ki, işarə dəyişmir. -4-1. Burada a oldu. Burada 4-1 oldu. Deməli, -4-1 ilə -4-1 arasında olacaq parçasında. Bizdə yəni belə istəyir bunu. Biz də burada B variantı deyə bilərik. Məsələ bitdi. Yəni asan sualdır əslində, amma buraxılışa düşürmüş və yenə düşüb, bir dəfə düşməyib. Özünüz də bütün suallara baxsaz, artıq biləcəksiniz ki, nə tipdə suallar düşür. Gəldik bura. Çox sadə məntiq tələb edir bəzən. Məsələn, burada fikir verin, üstəgəl kökdə 3. Sinus 3pi-nin 0 olduğunu bilməlisiniz. Çünki sinus 3pi nə deməkdir uşaqlar? Bura deməkdir. Bura gəldim. Deməli, bura pi-dir. Daha doğrusu bura 2pi-dir. Bura 3pi-dir. Bura deməkdir. 3pi. 2pi-də də, 3pi-də də harada olur? Deməli, sinusun qiyməti 0-da olur. Çünki 0 nədir? Sinus. Erik oxumuz. Sinus kimi baxırıq biz bu oxa və qiyməti 0-dır. 0 səviyyəsində olduğu üçün. Yəni, bu iki nöqtədə sinusun qiyməti 0 olur. Bunu bilmək lazımdır. Əgər bu məlumatınız var idisə, məsələn, sinus pi-nin 0 olduğunu bilirdinizsə, təbii ki, sinus dövrü 2pi daxil. Pi üstəgəl 2pi gəldiyində də yenə də cavab 0-dır. 3pi də 0 deməkdir. Bu 0-a getdiyi zaman işlərimiz xeyli asanlaşır. Nə olur burada? Olur 2 kosinus x bərabər -kökdür. Əslində uşaqlar, trigonometrik tənliyi həll eləmək bütün trigonometriyanı yaxşı səviyyədə bilmək deməkdir. Sən hamısını yaxşı bilirsənsə, çünki burada hamısı istifadə olunur, onları yaxşı yazacaqsan. Amma bilmirsənsə problemdir. Ona görə əvvəlcə trigonometriyə görə yaxşı öyrənək. Çünki buradakı düsturlar hamısı əvvəl keçdiyiniz düsturlardır, burada tətbiq olunur. Məsələn, tutaq ki, fiqurların sahəsi bölməsində
Hər şey var. Topluda baxsaz, hər qayda var orada. Bütün teoremlər istifadə olunur ki, uşaq fiqurların sahəsində işləyəndə əslində bütün həndəsəni təkrarlamış olur. Mən ona görə bəzən uşaqlara deyirəm ki, əgər həndəsəni təkrarlamaq istəyirsinizsə, açın fiqurların sahəsini topludan işləyin. Çünki orada hər şey var. Məsələn, üçbucağın bütün teoremləri, möhtəşəm üçlüsü, Evklit, hər şey var orada. Çünki sahə tapmaq üçün hamısını istifadə edirlər. Bu da elə bir bölmədir əslində. Çox uzatmayın. Buradan kosinus x nəyə bərabərdir? Mənfi kök 3 bölünsün 2. Ondan sonra nə edirdik? İlk olaraq x bərabərdir. Kosinusda plus minus yazırdıq. Xüsusi hal deyilsə. Xüsusi hal nə idi? 0, 1, mənfi 1. Digər hallar bizim üçün xüsusi hal deyildi. Ondan sonra kosinus kök 3 bölü 2-ni harada alır? Hansı pi-də alır deyə düşünürsən. Deyirsən ki, müəllim bu pi bölünsün. Deməli 6 olacaq da 30 dərəcədə. Amma mənfi var deyə qarşıda pi-dən çıxırıq bunu. Pi çıx pi böl 6. Ümid edirəm bunları bilirsiniz. Və üzərinə 2 pi-lər gəlirdik. Buradan x bərabər plus minus 5 pi bölü 6 üzərinə gəl 2 pi k. Varmı belə bir şey? C variantında var imiş. Sonra gəldi 4-cü sual. Birinci növbədə biz mənfini qarşı ata bilərik. Məsələn, burada tangensin nə olduğunu bilməlisən, tək funksiya olduğunu bilməlisən. Tək funksiya olduğu üçün mənfini qarşı atacaq. Hər tərəfi mənfiyə vursaq, tangens 4x bərabər, mənfi 1 böl kök 3. Ondan sonra 4x bərabərdir. Tangens hər şey çox rahatdır. Tangens harada alır bu 1 böl kök 3-ü? Yəni kök 3 böl 3-ü kimi də yazılar bəzən bunu. Belə yazın. Kök 3 böl 3. Bunu alır 30 dərəcədə. Yəni pi böl 6-da. Amma qarşıda bir mənfi olduğu üçün mənfi atdım mən də. Mənfi 1 böl 6-da aldı. Üzərinə gəldim pi k alır. Tangens və kotangesdə bizim üçün xüsusi hal yoxdur. Hamısında pi k gəlirik. Hər tərəfi 4-ə bölərəm ki, x tək qalsın. Bunu 4-ə bölsəz, məxrəci 4-ə vurmaq deməkdir bu. Bir də pi k-nı 4-ə bölsəz. Doğru cavabımız varmı burada? C variantı olacaq. K təbii ki, tam ədəddir. Mən hər dəfə yazmayacağam. Siz artıq bunu biləcəksiniz. Gəldi növbəti sualımıza. Növbəti sualda bizə deyir ki, tənlini həll edin. Ən çox da istifadə olunan qaydalardan biri burada uşaqlar kotangens alfa vur tangens alfanın 1 olmasıdır. Təbii ki, kotangensin və tangensin təyin olduğu qiymətlər üçün. Nə edə bilərik burada? Biz əvvəlcə bunu çarpaz vuracağıq. Kosinus 4x bərabərdir. Kotangens 17 dərəcə vurulsun. Kotangens deməli 73 dərəcə. Ondan sonra biz baxırıq ki, 17 ilə 73-ün cəmi 90 dərəcədir. Onda biz belə bir dəyişiklik edə bilərik. Deyə bilərik ki, kotangens 17 qalsın. Bunun əvəzinə tangens nə yazmaq olar? 17 dərəcə yazmaq olar. Çünki biz bilirik ki, tamamlayıcı bucaqlar üçün tangens kotangensə bərabərdir, sinus kosinusə bərabərdir. Məsələn, sinus 30 dərəcə, kosinus 60-dır. Sinus 15 dərəcə, kosinus 75-dir. Tangens 10 dərəcə, kotangens 80 dərəcədir. Cəmi 90 dərəcə olan bucaqlar üçün. Və biz bilirik ki, eyni bucaqlar üçün kotangens vur tangens bizə 1-i verər. Onda bizim tənliyimiz bu hala gəldi, bərabər 1. Yəni, baxmayın ki, buraxılıq suallardır. Hamısı incə bir məlumat tələb edir sizdən ki, çünki uşaq bunu bilsin ondan sonra. Yəni, birbaşa sənə demir, kosinus 4x bərabər 1, bunu həll elə. Hər dəfə biraz incəlik atıblar ortaya ki, uşaq bunu bilsin. İndi buradan, yəni çox asan da düşmür tənlik, biraz ortabab deyə bilərik. Çox da çətin deyil, ortababdır. 4x bərabərdir. Kosinus 1-i alırdı. Bayaq dediyimiz kimi 2 pi k-larda. Buradan da k təbii ki, tam ədəddir. Yazıram artıq. X bərabərdir. 2 pi k bölünsün 4. Onda x bərabərdir. Pi k bölünsün 2. K da burada tam ədəddir. Pi k bölü 2 varmı? C variantda varmış. Gəldim 6-cı suala. Burada uşaqlar kosinus 720. Biz əsasən bunu öyrənirik 2 pi olaraq. Uşaqlar da belə öyrəşirlər. Ora 720 verəndə artıq uşaq narahat olur. Amma halbuki eyni şeydir də. 2 pi bizim üçün hələ 720 deməkdir. 2 pi radian 720 dərəcədir. İndi biz də burada deyəcəyik ki, 2 pi'də ad dəyişmir. Ad dəyişmir deyirəm. 2 pi yazdım. 2x'i yazdım. Ad dəyişmədi. 2 pi getdi. 2x'ə baxıram indi. Baxın, bu 2 pi'dən 2x'i çıxıb. 2 pi hardadır? Deməli, sərhəd qiymətidir. Bax, buradır. İndi sən buradan bir 2x çıxdığın zaman hara düşür? Geri qayıdırsan. Geri qayıtdığın zaman da kosinus necə bir qiymət alır? 4-cü rüb olduğu üçün müsbət qiymət alır deyə heç də dəyişmir burada. Düzdür, buna başqa cür yanaşmaq olardı əslində. Birbaşa elə orada deyə bilərdik ki,
2pi-ni atıb mənfi 2x də olsa ona müsbət kimi baxacaq. Çünki kosinus mənfini yoxa çıxarır, cüt funksiyadır. Eyb yox. Kosinus 2x bərabərdir mənfi 0.5 yazdım. Mənfi 0.5 də sizə qəribə gəlməsin, mənfi 2-1 deməkdir əslində. Yenə 2x bərabərdir. Baxın, plus minus yazdım. Bu birinci, plus minusu yazırıq. Ondan sonra kosinus 2-1-i harada alır? 2-1-i alır. Deməli, pi bölünsün 6-da, yəni 30 dərəcədə. Yox, 60 dərəcədə, pi böl 3-də. Pi böl 3-də aldığı üçün biz nə edirik? Qarşıda mənfi var deyə pi-dən çıxırıq. Pi çıxılsın, pi böl 3. Yəni, burada əslində uşaqlar, nə önəmli nüans var? Kotangens və kosinusda pi-dən çıxırıq, tangens və sinusda pi-dən çıxmırıq. Birbaşa onun qiymətini yaza bilərik. Məsələn, tutaq ki, müsbət 30-da sinus 2-1 alır, mənfi 30-da mənfi 2-1 alır. Bitdi. Amma kosinusda bunu 180 çıx 30, 150 dərəcə kimi deyəcəksən. 180-dən çıxırsan. İndi burada biz gəlin bunu tapaq. 2x bərabərdir plus minus. Pi-dən çıxanda 3pi-ni bunu 3-ə vursam, olacaq 2pi bölünsün 3. Üzərinə gəl 2pi-k. Hər tərəfi 2-yə bölsəm, plus minus. Pi bölünsün 3. Üzərinə gəl pi-k. Varmı belə bir şey? A-da var imiş. 7-ci sual. Artıq 2022-nin buraxılışlarına gəlirik. Tənlinin bu parçasında neçə kökü var deyir. Gözəl sualdır. Deməli uşaqlar, ilk olaraq biz nə edirik? Buna baxan kimi nəyi bilməlisən? Sinus 2 alfanın düsturu olduğunu bilməlisən. Çünki sinus 2 alfa nəyə bərabərdir? Bərabərdir 2 sinus alfa vur kosinus alfa. Bunu bilmək lazımdır. Onda bu bizə nəyi verəcək? Sinus 2 alfanı, yəni arqumentin 2 mislinin sinusunu. Sinus 12x bərabər kök 3 bölünsün 2. Ondan sonra nə edirik? Deyirik 12x bərabərdir. Sinusda mənfi 1 üstü k yazırdıq. Vurulsun. Sinus harada alır kök 3 bölünsün 2-ni? Pi bölünsün neçədə? 3-də. Üzərinə gəlirdik pi k'ları. Sinusda pi k gəlirik, kosinusda 2 pi k gəlirdik. İndi burada nə edəcək? Təbii ki, xüsusi hallar üçün demirəm bunu, ümumi hallar üçün deyirəm. Buradan x bərabərdir. Hər tərəfi 12-yə bölək. Bu olur pi böl 36. 12-yə bölmə məxrəci 12-yə vurmaqdır əslində. Burada da pi k bölünsün 12 yazdım. K burada tam ədəddir. İndi bizə fikir verin. Belə bir parça verib, biz bunu əziyyət çəkərik tapmağa. Belə getsək, taparıq. Söz yox, amma əziyyətli olacaq deyə. Nə edirəm? Deyirəm ki, bu 0. Pi də 180 dərəcədə axı. Böldüm 18-ə. 0-dan 10 dərəcə arasında baxacam. İndi baxın, çox rahat olacaq bizim işimiz. X bərabərdir mənfi 1 üstü k. Pi bizdə 180 dərəcədir. Böldüyümüz zaman 36-ya 5 dərəcə qalır. Burada isə pi 180 dərəcə yenə böləndə 12-yə 15 dərəcə vurulsun. K da var burada. Əla. İndi k burada tam ədəd olduğu üçün biz k-ya istədiyimiz qiyməti verə bilmirik təbii ki. Mənfi 1, müsbət 1, 0, 1, 2, mənfi 1, 2 və s. belə. Yəni tam qiymətlər verə bilirdik. Onu neyini izah edirəm bilmirəm. Birinci biz k-ya nə verəcək? 0 ilə 10 arasında olmalıdır. Bu da önəmli nüansdır. Birinci k-ya verirəm, məsələn 0-ı. K-ya 0 verdiyimiz zaman bura yoxa çıxdı, qaldı burada deməli mənfi 5. Yox, müsbət 5. K-ya 0 verdiyimiz zaman müsbət 5 dərəcə. Çünki bu yoxa çıxdı, k-ya 0 verdim. Burada mənfi 1 üstə 0 bizə 1-i verdi. 1 dəfə 5-də 5 oldu. Bunu tapdıq. Sonra k-ya verək məsələn 1. K-ya 1 verdiyimiz zaman da bura olacaq mənfi 5, üzərinə gəl 15, 10 dərəcə. Bu da var, düzdür. K-ya artıq 2 vermərəm. 2 versəm nə olacaq? 30 çıx. 30 üstə gəl 5, 35 dərəcə getdi. Bəs mənfi 1 də yoxlayaq. Mənfi 1 də olmaz olar. Çünki mənfi 1 verdiyimiz zaman nə olur? Bu bizə verir mənfi 5 dərəcə, o da mənfi 15, mənfi 20 dərəcə olmadı. Deməli, 2 dənə belə qiymətimiz var. Biri 5 dərəcə, biri 10 dərəcə. Məsələ bitdi. İndi buraxılışda belə sualın olması biraz mürəkkəbdir uşaqlar üçün, amma bu da qəşəng sualdır. Sadəcə əvvəlcədən görmək lazımdır belə suallar. Qapalı suallar daha asandır məncə. Çünki buraxılış biraz qorxulu bir şeydir uşaqlar üçün. Xüsusən də 3-4-lər üçün. Ona görə biraz təhlükəlidir belə suallar. Sinus alfa, kosinus alfa, sinus alfa, kosinus yox. Sinus alfa, kosinus beta, kosinus alfa, sinus beta. Bu düstur nə idi uşaqlar? Sinus alfa çıx betanın düsturudur əslində. Yazırdıq sinus alfa, kosinus beta. Çıxılsın kosinus alfa, sinus beta.
Deməli burada da eyni şeydir. Onda bu düstur bizə nəyi verəcək? Sinus 3x çıxılsın x verəcək. Yəni sinus 2x verəcək. Yenə sizdən xırda bir məlumat tələb edir ki, bunu biləsiniz. Onu biləndən sonra isə sizə təliq verir ki, hesabla getsin. Kök 3 bölünsün 2. Buradan 2x bərabərdir nəyə? Yenə buradan mənfi 1 üstü k yazıram, çünki sinusdur. Pi bölünsün. Harada alır sinus kök 3 bölünsün 2-ni? Pi böl 3-də. Üzərinə gəlirsən, sinus olduğu üçün pi k'lar. Buradan hər tərəfi 2-yə böl. Mənfi 1 üstü k. Pi bölünsün 6 üzərinə gəl. Pi k bölünsün 2. Əla. Varmı belə bir şey? Deyəsən budur. C variantı. Növbəti görək nə var. Tənliğini həll edin deyir. Hə, gözəl sualdır uşaqlar. Bayaq biz sizə demişdik ki, əgər alfa üstəgəl beta bərabər 90 dərəcədirsə, onda sinus alfa bərabərdir kosinus beta, tangens alfa bərabər kotangens beta. Yəni 90 dərəcə tamamlanan bucaqlardan, tamamlayıcı bucaqlar üçün danışırıq. Sinusu kosinusa bərabər olur arqumentlərin, tangensi kotangensinə. Məsələn, burada sinus 50 ilə kosinus 40 eyni şeydir. Çünki niyə? Mən kosinus 40-ın yerində nə yaza bilərəm? Kosinus 90 dərəcə çıxılsın 50 dərəcə yaza bilərəm. 90-da ad dəyişirdi. Birinci rüb olduğu üçün nə oldu? Üzr istəyirəm, 50 yazmalıyım. Birinci rüb olduğu üçün işarə dəyişmədi. Sinus 50 dərəcə. Həqiqətən bunlar bərabərdir. Ona görə biz deyirik ki, tamamlayıcı bucaqların sinusları kosinuslarına, tangensləri kotangenslərinə bərabərdir. Yəni trigonometrik funksiyalar oxşarlarına bərabərdir deyirik biz buna. Daha elmi dildə desək, oxşarlarına deyirlər. Deməli, bunlar islah getdi, çünki bunlar eyni şeydir. Başa düşdük mü? Yerdə qaldı nə? 2 kosinus 3x bərabər 0. Yenə səndən xırda bir məlumat tələb edir. Bunu bilirsənsə, davamını yaza bilərsən. Təbii ki, kosinus 3x-in 2 misli 0-dırsa, özü də 0-dır. 2 mislinin güya nə önəmi var ki, hər tərəfi 2-yə bölərəm, yoxa çıxar. Qaldı bunu həll eləmək. Bu xüsusi halda uşaqlar. Kosinus nə zaman 0 alır? 90 dərəcədə. Bir də onun pi k üzərinə gəlirsən, k burada tam ədədlərdir. Hər tərəfi 3-ə böləcəm. Pi böl 6 üzərinə gəl. Pi k böl 3. K burada tam ədəddir. Varmı belə bir şey? A variantı. Məsələ bitdi. Gəldim 10-cu suala. Baxın, yenə 2022-də bu sual bayaq haçan düşmüşdü? Bir dəfə var idi. 2022-də düşmüşdü yenə. 13-ü düşüb. Bu isə 6-sıdır. Yox, 4-cü ayın 6-sıdır. Bu isə nədir? 3-cü ayın 13-ü. Yenə düşüb bu sual tipi. Deməli, sizdən yenə xırda bir məlumat tələb edir. Sual atlamadıq. Burada uşaqlar fikir verin. Yenə sinusun, özü yenə sinusun toplama düsturudur bu uşaqlar. Sinus. Deməli, nə olacaq bu? 5x üstəgəl 3x, yəni sinus 8x bərabərdir 2-də 1. Yazırsan 8x bərabərdir. Sinus 2-də 1-i alır. Mənfi 1 üstü k 30 dərəcə pi bölü 6. Üzərinə gəlirsən pi k'lar. X bərabərdir. Hər tərəfi mənfi. Yox, hər tərəfi 8-ə böl. Yenə 8-ə böl və məxrəci 8-ə vurmaqdır. Pi böl 48. Üzərinə gəl pi k böl 8. Bəli. Görə varmı belə bir şey? Doğru cavablarımız içərisində bunlar deyil. Pi k böl 8 desən A variantı oldu. Üstəgəl 1 yoxdur. Üstəgəl 1 mənfi olduğu zaman verilir bizə. Bu da getdi. Yenə gəldik bu tip bir suala. Və yenə 2023-də bu sual istifadə olunub. Tam olaraq eyni sualdır mı bu? Yoxsa biz eyni sualı 2 dəfə mi yazmışıq? Bu 2023-də artıq. Yenə görürsünüz 2022-də istifadə olunan sual və 2023-də istifadə olunan sual. Ona görə artıq bir yerdən sonra bilirsiniz ki, mən bunları bilsəm, yəqin ki, imtahandakı sualı yaza bilərəm. Rahatlığı da gəlir insana. İlk olaraq uşaqlar, burada görə neyini edir? Bu biraz fərqli sualdır. Dərəcə azaltma bizə sərf eləməz, boşuna özümüzü yormayaq. Düzdür, eləmək olar, amma boşuna özünü yormaqdır. Nə edirəm burada? Baxıram ki, arqumentlər eynidir, amma burada kosinus var, burada sinusun kvadratı var. Sinusun kvadratından eyni arqumenti kosinusun kvadratına keçmək çox rahatdır. 1 çıxılsın, sinus kvadrat bizə kosinusu verir. Biz bilirik ki, kosinus kvadrat alfa üzərinə gəl, sinus kvadrat alfa bərabər 1-dir. Deməli, 1-dən bunu çıxdığın zaman bu qalır, məsələn. Mən də burada sinus kvadrat 5x-in yerinə yazıram. 1 çıxılsın kosinus kvadrat 5x. Çıxılsın 7 kosinus 5x bərabər 3.
3 vur 1 vurdum, sonra bura vururam. 3 kosinus kvadrat 5x çıx 7 kosinus 5x bərabər 3. Nə gözəl, 3'lər islah getdi. Getsə qəşəng olar. Qaldı bu ifadə, sağ tərəf 0'dır. Hər tərəfi mənfiyə vuracam. Çıxılsın 7 kosinus 5x bərabər 0, mənfiyə vurdum. 3 kosinus kvadrat 5x üzərinə gəlir 7 kosinus 5x bərabər 0. Ondan sonra kosinus 5x'i ortaq vuruq kimi çıxaraq. Qaldı burada 3 kosinus 5x üzərinə gəlir 7 bərabər 0. Burada deməli 2 hal var. Çünki hasil 0'dırsa hər iki vuruğu biz 0'a bərabər eləyirdik. Kosinus 5x bərabər 0, bir də 3 kosinus 5x üzərinə gəlir 7 bərabər 0. Bu çox gözəl şəkildə bizə boş çoxluğu verəcək. Çünki niyə mənim əzizlərim? Baxın, bu nəyə bərabərdir? Mənfi 7'ni 3'ə böldü, nə oldu? Mənfi 2/3'də 1. Kosinus da mənfi 1'dən daha kiçik ola bilməz. Bu boş çoxluq. Burada isə kosinus 5x bərabər 0'dan deyirsən ki 5x bərabərdir. Pi bölü 2 üzərinə gəl pi k. Məsələn, bu buraxılış üçün əməlli başlı fikir verin, əziyyətli bir sualdır. Yəni biraz bəxtəbəxt deyə bilərik. Ümid edirik bu il asan olar. X bərabərdir 5'ə bölü hər tərəfi pi bölü 10 üzərinə gəl pi k bölünsün 5. Görə varmı belə bir şey? Pi bölü 10. Hə, burada bir başqa bir şey soruşur. 20 ilə 180 dərəcə arasında olsun. Biz də bunu gəlin çevirək dərəcəyə uşaqlar. Burada k tam ədədlərdir. X bərabərdir. 180'i böldüm 10'a 18 dərəcə. 180'i 5'ə böldüm 36 dərəcə. Vur olsun k. Burada problem yoxdur. Biz 20 idi 10 idi. 20 ilə 180 arasını axtarıq. 20 ilə 180 arası. Özləri daxil deyirlər. Ona görə mən nə edirəm? K'ya birinci mənfi qiymət vermərəm. Çünki K'ya mənfi versən nə olacaq? Cavab mənfi olacaq. Bizim də minimum qiymətimiz 20'dir onsuz da. Mənfi qiymətlər bizə lazım deyil. Ona görə təbii ki başlayıram K'ya 0 verməkdən. K'ya 0 verdim, cavabımız oldu 36. 36 olmaz mənim. 18 oldu. 0 verəndə bu olmaz. K yeri gəlmişkən tam ədəddir. Burada qeyd edelim. Bu mənasız da lazım deyil. Bizə K'ya 1 verdim. Çünki niyə lazımsız uşaqlar? 20'dən daha kiçikdir. Bizə 20'dən daha böyük olsun. 1 verdiğimiz zaman oldu 54. K'ya 1 verdiğimiz zaman oldu 54. K'ya 2 verdiğimiz zaman oldu 72, 18, 90. K'ya 3 verdiğimiz zaman oldu 108, o da 18, 136 mı oldu? 126. Belə deyək də bu 36 artmalıdır. K'ya 4 verdiğimiz zaman bunu 36 artırsan 100, 20, 40, 50, 60, 2 mi oldu? Bəli. K'ya 5 versə, K'ya 5 vermə yenə mənasıdır. Çünki K'ya 5 verdiğin zaman bu 180 dərəcədə, o da 18, 198 olmaz. 180 aşa bilməzsən. Bunları cəmləmək lazımdır. Gəlin cəmləyək. Bu ikisinin cəmi nədir? 144'dür. O da 126. Topla 0 yazdım. 1 yadda 7. 270. 270'in də üzərinə 162 gəl. 2, 13, 1, 432 oldu. Məsələn, bu biraz əziyyətli sual idi. Həm əvvəli, həm də sonu. Bu vaxta qədər gördüyümüz ən çətin sual deyə bilərik də bu suallar içərisində. Gəldik növbəti sualımıza. Gəldi bura. Deməli bizə deyir ki, 12-ci sualda bu tənliyi həll edir. Nə edəcək uşaqlar? Bunlar islah gedir. Bayaq bunu izah eləmişdim. Əvvəlki sualda 2x yenə bərabər 0. Onda kosinus 2x bərabər 0. Buradan 2x bərabər də 0'ın nə vaxt alır uşaqlar? Pi bölü 2'də. Üzərinə gəl pi k-lar. Hər tərəfi 2'yə böl. Pi bölü 4 üzərinə gəl pi k bölü 2. Doğru cavabımız B variantı. Yəni xırda bir məlumatın varsa misal bitdi. Heç uzun çəkmədi. Yazıq bu ayın 5'i imtahan verən uşaqlar. Zülüm çəkdilər. Bunlar test tapdı. Gəldim 13'ə. 2024'də yaradıq uşaqlar. Hala genciz, hala güzeliz. Hər tərəfi 2'yə bölək. Kosinus pi bölü 2 çıx x bərabər kökdə 3 bölünsün 2. Pi bölü 2'də ad dəyişər. Sinus olar. Birinci rüb olduğu üçün bir problemi yoxdur.
Yenə davamı rahatdır. Xırda bir məlumat tələb elədi. Bunu yazdım. Ondan sonra deyir tənliyi həllərə get. Keç o biri suala deyir. K vurulsun, pi bölünsün. Nə vaxt alır bunu uşaqlar? Pi bölü 3-də üzərinə pi k'lar gəl. Var mı belə bir şey? Pi bölü üzərinə gəl pi k. D variantı. Gəl. Heç mən elə bildim suallar bitdi. Bir anda qorxdum. Hə, 2024-də qəşəng suallar. 2025 sonra gəlirik abituriyent jurnallarında olan suallara. Danışa bilsəm nələr deyəcəm hələ. Səbirli olun. Öyrənəcəyik danışmağı. Sinus kvadrat x bərabər 1-dir uşaqlar. Burada bir belə yanaşmamız var ki, ilk olaraq uşaqlar deyir ki, mən dərəcə azaltma eləyək. Təbii ki, sevdiyim üsul deyil, amma deyəcəm. Bölünsün 2 bərabər 1. Dərəcə azaltdım. Ondan sonra çarpaz vuraq. 1 çıx kosinus 2x bərabər 2. Onda kosinus 2x bərabərdir -1. Bu heç. Yəni bunu ora atdın, bunu bura atdın. Kosinus 2x nə zaman -1-ə bərabər olur? 2x bərabərdir. -1, yəni kosinus pi-də bunu alır. Üzərinə gəlirdim pi 2 pi qalır. Çünki mənfini burada aldı. Bir də təzədən qayıtmalısan bura. Başqa yerdə almır. Ona görə 2 pi dövr eləyirsən. Buradan x bərabərdir 2-yə böləcəm. Pi bölü 2 üzərinə gəl pi k. 2 pi k vardı. Var mı belə bir şey? B variantı. Bu da bax çətin deyil. Bir də bunun başqa yolunu deyim. Məsələn, mən belə deyirəm bunu. Deyirəm uşaqlar, sinus kvadrat x bərabər 1-dirsə, 2 hal var. Ya sinus x bərabərdir 1, ya da sinus x bərabər -1. Onda kosinus nə olar? Hər iki halda müəllim kosinus 0 olar. Yaxud da daha da sadə. Deyirəm, bunu atın sağa. Burada 0 qaldı. Attım sağa. Nə oldu? Oldu kosinus kvadrat x. Bu belə çıxır ki, kosinus x özü də gələ 0 olsun. Bu üsul varkən bir də oraya getməyə ehtiyac yoxdur. Hər iki yerdən buraya gəlib çıxa bilərsiniz. Yaxud soldan sağdan kök də alsaz, yenə nə olur? Modulda sinus x bərabər 1. Onda modulda kosinus x nə olacaq? Bu da gələ 0 olsun. Çünki kvadratları cəmi 1-dir. Bunu bilmək lazımdır. Hətta 1-i sola atıb a minus b, a plus b də eləmək olar. Çox yol var, hamısı eyni yerə gəlib çıxır. Hamısında kosinus x bərabər 0-a gələcək. Qoy bunu da deyim. 1-i atdı sol tərəfə. Çıx 1 bərabər 0. Bu bizə verdi mənfi kosinus kvadrat x bərabər 0. Bu da kosinus x-in elə 0 olması deməkdir. O da olmadı. Bunu a minus b, a plus b elədin. Çıx 1. Sinus x üstə gəl 1 bərabər 0 yazdın. Buradan aldığı ki, müəllim sinus x bərabər 1 olar. Bir də sinus x bərabər -1 olar. Bilirsən ki, sinus 1-i burada alır, -1-i burada alır. 1 deməli oldu pi bölü 2-də, -1 nə oldu? Onun pi mislində. Yəni buradan bura pi gəlməlisən. Pi artıq, təzədən bura pi gəlməlisən. Onu deyərsən ki, mənim pi bölü 2 üzərinə gəl pi qalır. Yaxud buna da baxıb deyə bilərsən ki, x bərabərdir pi bölü 2 üzərinə gəl pi qalır. Yəni hardan gedib bura çıxacaqsan da fərqi yoxdur. Çox asan bir sualdır. Hər halda bunu tapa bilərdiniz. Gəldi 15-ə. 15 gözəl sualdır. 2025-də düşüb. Bax, demişdim sizə bayaq. Bu sual bir dəfə də istifadə olunmuşdu. Yenə istifadə olunub. Birinci 15-ə baxaq. 15-də bir tam kvadrat var. Biz burada sinus x-i düşməyib bunu vuracaq. Üzr istəyirəm. Burada sinus x-də bir t deyə bilərik. Olacaq 4t kvadrat çıx 4t üstə gəl 1 bərabər 0. Buna baxan kimi deməlisiniz ki, müəllim bu 2t çıxılsın 1-in xaricdən kvadratıdır. Həqiqətən də 2t-nin kvadrat 4t kvadrat, x-in nasili 2 misli -4t üzərinə gəl 1. Əla. İndi buradan da bu 0-dırsa, deməli 2t çıx 1 də gərək 0 olsun. Buradan 2t bərabər 1, t bərabər 2 də 1 olar. T bizdə nə idi? Sinus x. Yəni əslində sinus x bərabər 2 də 1 demək istəyir. Razıyıq mı? Bəli. Ondan sonra sinus x nə zaman 2 də 1-ə bərabər olur? X bərabərdir. -1 üstü yazın. -1 üstü k, pi bölünsün. 2 də 1-i alır, pi bölü 6-da. Üzərinə gəlirsən, pi k'lar. Elə bunu mu soruşurdu? Bəli, sağ olsun, elə bunu soruşur. Doğru cavabımız D variantı. Məsələ bitdi. Düz burada t əvəzləməsi aparmadan da bunu görmək olardı. Görənlər üçün birbaşa yaza bilərsiniz. Amma görməyənlər üçün əvəzləmə apardıq. Demişdik ki, yenə də burada sinus x, kosinus x kimi -1, müsbət 1 arasında qiymətlər alır. Yəni buraya yazıram sinus x, müsbət 1, -1. O da bizə deyir ki, bu bərabərdir a çıxılsın 1 bölünsün 2. Mən də buraya yazıram a çıx 1 bölünsün 2.
müsbət 1 ilə mənfi 1 arası. Hər tərəfi 2-yə vuram ki, məxrəc qalmasın. 2-yə vurdum, mənfi 2. 2-yə vurdum, məxrəc getdi. 2-yə vurdum, bu da 2 oldu. Hər tərəfə 1 gəlirəm ki, A tək qalsın. Oldu, mənfi 1. Burada A, burada isə 3. Mənfi 1 ilə 3 arası, bunda mənfi 1, 3 parçası kimi yaza bilərik. Doğru cavabımız Y variantı. Gəldim artıq abituriyent jurnalında olan suallara. Bunlar gözəl suallardır, maraqlıdır əslində bunlar. Əslində bunu bayaq görmüşdük uşaqlar. Burada biz dedik ki, nə edəcəyik? A minus B, A plus B, 2020-nindir bu. 17. A minus B, A plus B eləsək, 1 çıxılsın sinus kvadrat x bərabər 0. Bu da bizə verəcək kosinus kvadrat x bərabər 0. Bu da elə kosinus x-in özünün 0 olmasıdır ki, kvadratda 0 olub. Nəyin kvadratda 0-dır? 0-ın. Onda buradan x bərabərdir. 0-ın nə vaxt alır kosinus? Pi bölü 2 bu onun pi k misilləri yazırıq. K burada tam ədədlərdir. Onun pi misillərində. Doğru cavabımız var mı burada? A variantına oxşur. Məsələ bitdi. 18-ci suala baxaq. Bizə deyir ki, bu tənliyi həll eləyin. Baxaq, görək. Deməli, burada uşaqlar nə edəcək? 2 vurulsun. Dərəcə azaltma eləyək. Bunu yazaq. 1 üstəgəl kosinus 2x bölünsün 2. Bərabərdir 2-də 3-ə. 2-lər getsin. 1 üstəgəl kosinus 2x bərabərdir. 3-ü böləndə 2-yə 1 tam 2-də 1 olur. Onda bu deməli 2-də 1 imiş də. Çünki niyə? 1 üstəgəl 2-də 1 bərabər 1 tam 2-də 1. Yaxud da deyərsən ki, mən 1-i atdım sağ tərəfə. Oldu kosinus 2x bərabər 2-də 1. Buradan 2x bərabərdir. 2-də 1-i nə vaxt alır uşaqlar? Plus minus pi bölünsün 3-də mi alır? Üzərinə gəl 2 pi k. Burada problem yoxdur. 2x bərabər plus minus pi bölü 3, üzərinə gəl 2 pi k. Hər tərəfi 2-yə bölsək, olacaq pi bölü 6, üzərinə gəl pi k. Var mı belə bir şey? D variantında var imiş. Məsələ bitdi. Gəldi 19-a. Deyir ki, tənlinin ən kiçik müsbət həllini tapın. Bu suallarda bu problem var uşaqlar bu sualda. Burada bir boş çoxluq olmalıdır cavabımız. Bunun boş çoxluğu eləyəcəyik. 2022-də sualda səhvlik varmış jurnalda. Yadımdan çıxıb bunu düzəldim burada. Deməli, burada bir nə edəcək ilk olaraq? Bura baxaq. Bu 2 kosinus kvadrat x deməkdir. Çünki burada 3 pi, normalda 2 pisini at pi qalır. Pi'də ad dəyişmir, amma işarə dəyişə bilər. İşarə də dəyişməyin narahatlıq yoxdur. Çünki burada kvadrat var, işarə dəyişməyəcək bizim üçün. Onsuz da qüvvət cütdür deyə. Yazdım 2 kosinus kvadrat x. Digər tərəfdən 1 üstəgəl kosinus 2x-in yerinə yazıram. 2 kosinus kvadrat x çıxılsın 1 yazıram. Sonra nə olur? Birlər islah gedir. İfadəni burada özünə bölürəm sanki. 1 alınır. 1 çıxılsın sinus kvadrat x bərabər 0. Burada alıram ki, sinus kvadrat x bərabər 1 olmalıdır. Ondan sonra baxın, məxrəcimizdə nə var idi? 2 kosinus kvadrat x var idi. Biz də bilirik ki, məxrəc 0-dan fərqli olmalıdır. Ona görə 2 kosinus kvadrat x bərabər 0 olmaz. Yəni, kosinus x bərabər olmamalı 0-a. Bundan razıyıq mı? Məxrəc 0 olacaq yoxsa. İndi baxıram ki, sinus kvadrat x bərabər 1-dirsə, kosinus məcburdur 0 olsun. Çünki bunların kvadratlar cəmi nədir? 1-dir. Məsələn, burada yaza bilərik ki, sinus kvadrat x üzərinə gəl, kosinus kvadrat x bərabər 1. Əgər bu 1-dirsə, bu nə olmalıdır? 0. Axı, məxrəc 0 ola bilməz. Onda boş çoxluq. Belə bir cavab yoxdur. Bunu boş çoxluq eləyərik sizə göndərəndə. Tənlinin deyir ki, ən kiçik müsbət kökünü dərəcə ilə tapın. İlk olaraq uşaq, bu düsturu yenə görmüşdük. Bayaq görmüşdük bunu. Burada bir dənə 2 çatışmır əslində. Biz bunu belə yazmışdıq. Tangens 2 alfa, yenə yazma eybi yox. Siz də biraz öyrəşin. 2 tangens alfa, 1 çıxılsın tangens kvadrat alfa. Burada 2 yoxdur. Ona görə mən həm sağı 2-yə vurdum, həm də solu 2-yə vurdum. Solu 2-yə vuran kimi düstur yarandı. Tangens 2x oldu. Bərabər. Sağı 2-yə vuranda 2-lər getdi, qaldı kökdə 3. Sonra deyirsən ki, 2x bərabərdir. Kökdə 3-ü tangens alır müəllim, pi bölünsün. Deməli, nədir? 60-da, pi bölü 3-də. Üzərinə gəlirəm pi qalır. Tangesdə həmişə pi k gəlir. X bərabərdir. Hər tərəfi 2-yə böldüm. Pi bölü 6 üzərinə gəl, pi k bölünsün 2. Bunu aldım. Ən kiçik müsbət kökünü dərəcə ilə tapın deyir. Burada k-ya təbii ki, uşaqlar mənfi qiymət verirsə cavab mənfi olacaq. Çünki burada 90-lar var, burada isə 60 var. Ona görə nə edirəm? K-ya 0 verirəm.
Kaya 0 verən ki, pi bölü 6 tapılır. Bu ən kiçiyidir. K 1 versən, getdikcə artacaq. Ən minimum K'ya 0 verdiğim zaman bu da 30 derecədir. Yox, 60 derece olmalıdır. Bircə saniyə. Hə, 30 derece. 60'da alırdı ama 2x. 2'ye böldüm. Ona göre 30'a düştü. Mənə də qəribə gəldi ki, mən 60 demişdim. Nöş belə oldu ama nöş bax. 30 imiş. Gəldim bura. Maraqlı bir sual oxşuyur. Deyir ki, tangens kvadrat x bərabər 1. Bunu bizə deyir. Bu nə zaman doğru olar? Mən də burada uşaqlar nə edə bilərəm? Birinci burada fərqli yollar yoxlamaq olar. ABT-nin jurnalı 2024'də. Suallarımız bitir deyəsən. 25-26. Son 3 dənə sualımız qalıb. 21-ci sual maraqlı sualdır. Hələ ki belə maraqlı sual görməmişdik. Biz buradan deyə bilərik ki, buradan dərəcə azaltma da eləmək olar. Onu da eləyə bilərik. Yaxud onsuz da eləmək olar. İstəyirsiniz birinci dərəcə azaltma ilə deyin. Nə edəcəyik? Bir də belə deyəcəydim. Məsələn, biri sola atıb A minus B plus B eləyəcəkdim. Onu da deyərik. Birinci məsələ. Dərəcə azaltma. Nə idi tangensin dərəcə azaltması? Tangens kvadrat x bərabər 1 çıxılsın kosinus 2x, 1 üstəgəl kosinus 2x. Budur. Bu bərabərmiş 1-ə. İndi bu bərabərlikdən bunları buraya 1 yazıb çarpaz vursan, 1 üstəgəl kosinus 2x bərabər 1 çıxılsın kosinus 2x oldu. Birləri islah apardım, bunu sola attım. Oldu 2 dənə kosinus 2x bərabər 0, kosinus 2x bərabər 0 olmalıdır. Bir növ bu bərabərliyin ödənməsi üçün kosinus 2x bərabər 0 olmalıdır. Oradan da 2x bərabərdir pi bölü 2, üzərinə gəl pi k. Hər tərəfi 2'yə bölsək, pi bölü 4, üzərinə gəl pi k bölünsün 2. Varmı belə bir şey? D variantında var imiş. Bu oldu dərəcə azaltma üsulu. Ya da belə deyə bilərsiniz. Deyərsiniz, bəli, mən 1'i attım sola. Oldu tangens kvadrat x çıxılsın 1 bərabər 0. Sonra a minus b plus b elədim. Tangens x çıx 1, tangens x üstəgəl 1 bərabər 0. Sonra deyərəm ki, müəllim, bura 0 olması üçün buranın tangens x bərabər 1 olmalıdır. Burada isə bərabər mənfi 1 olmalıdır. Hər ikisi bu ifadəni 0'a çevirir. Sonra deməliyəm ki, tangens x'in 1 olduğu pi bölü 4'dür buradadır. Burada pi bölü 4. 45 dərəcə yəni. Nə olur? Bu qiyməti alır. Bir də harada alır? Mənfi 1'i. Onu da burada alır. Sonra 1'i harada alır? Yine burada alır. Mənfi 1'i harada? Burada alır. 4 dənə qiymət var da pi bölü 4'lər. Birinci pi bölü 4'dən sonra uşaqlar, bax burada 45 dərəcə, burada 45'də 90 gəlməlisən də üzərinə. 90 gəldin, gəlib çıxdın bura. Bir də 90 gəldin, bura bax 90 dərəcə. Gəldin, çıxdın bura. Bir də 90 gəldin, gəldin, çıxdın bura. Deməli deyə bilərsən ki, pi bölü 4 üzərinə gəl 90'ın misilləri. Pi bölü 2 bu olsun. Əslində bu odur. Amma biz bunu daha belə anlaşılır yolla, birinci yolla dedik. Kim istəsə bundan da eləyə bilər. Deyir, bu aralığına daxil olan həllər cəmini tapın. Baxaq. Kosinus 2x bərabər 2'də 1. Deyirəm 3x. 3x bərabərdir. Mənfi 1, yox, sinusda idi o. Bir anlıq fikrim yayındı. Pi bölünsün 2'də 1'i nə vaxt alırdı? Pi bölü 3'də alırdı. Üzərinə gəlirdik kosinus olduğu üçün 2 pi'lər. K burada tam ədəddir. Hər tərəfi 3'ə bölək. Məxrəci 3'ə vur. 3'ə bölmüş olursan. Üzərinə gəl. Buranı 3'ə bölək. Məsələ bitdi. İndi bizə lazımdır buradakı, yəni bu intervalda olan köklərin cəmi. Mən də nə edirəm? Bunu belə düşünə bilərəm. Bura pi'yə 180 deyərəm. Yenə bura 180 deyərəm. Çünki bunu bu cür tapmaq daha əziyyətlidir. Yəni ki, bucaqla tapmaq. Onsuz da bizə bucaqla verdiyi üçün belə suallarda sizə çalışın bucaqla gedin. Olur x bərabər plus minus 189'a böldün 20 dərəcə. Sonra 180'i 3'ə böldün 60 dərəcə. 2 dəfə də 60 120 dərəcə vur k. K burada tam ədədlərdir. İndi nə edək? Başlayaq birinci qiymətlər verməyə. K-ya mənfi qiymət verərsənmi? Verməzsən. Çünki mənfi qiymət versən cavab mənfi oldu. Birinci K-ya 0 verərsən. K-ya 0 verdiyin zaman nə oldu? 2 qiymət tapdın. 20 və mənfi 20. Doğrudur mu? Bəli. K-ya 0 bu yoxa çıxdı. Burada qaldı mənfi 20 müsbət 20. Plus minus o deməkdir. Mənfi 20 olmaz təbii ki. Çünki cavabımız 0 ilə 180 dərəcə arasında olmalıdır. K-ya 1 verərsən. 1 verdiyin zaman biri oldu mənfi 20 üzərinə gəl 120. Biri oldu müsbət 20 üzərinə gəl 120. Yəni 100 ilə
140. Hələ ki aşmamışıq buranı. K-ya bir dəfə də 2 verərəm. 2 verdiyimiz zaman nə olacaq? 240. Üzərinə 20 gəldim, getdi. 20 çıxdı, yox olmadı. Bu artıq aşdı 180. Onda bizim burada 3 dənə qiymətimiz var. Hamısını toplasaq nə olar? 260 dərəcə. Yəni C variantı. Gəldik nəhayət son sualımıza. Bunu model suallarda izah eləmişdim. Elə yaxşı ki, həmişə bunu ertələdim ki, bu videonu çəkərəm. Bugünə qismət imiş. Bu da fərqli sualdır. Abituriyent jurnalı çıxandan sonra çəkmiş oldum. Daha gözəl oldu. Tangens 4x bərabər. Bu arada baxmamısa mütləq baxın o video. Çox qəşəng videodur. Özüm çəkmişəm deyə demirəm. Suallar qəşəngdir əslində. Kotangens 50 dərəcə əvəzində biz nə yaza bilərik tangesdən? Müəllim 90-a tamamlansın. Tangens 40 dərəcə yazarıq. Razıyıqmı? Bəli. Deyə bilərsiniz müəllim 4x onda 40 dərəcə bərabər olur. Çünki tangens 4x, tangens 40 dərəcə, ona 4x bərabər 40 deyib x-i taparıq. X-i burada bir dənə qiymət kimi tapmırsan. Çünki tangens 4x bərabər tangens 40 dərəcə, bu ancaq 40 dərəcədə olmuş. Üzərinə 180 də gəlsən, yenə eyni qiyməti alarsan. Belə düşün. Burada nə alırsansa, yenə burada eyni qiyməti alırsan. Ona görə 180, 180, 180. Çünki tangens dövrü funksiyada eyni qiyməti sonsuz dəfə alır. Ona görə burada bir dənə qiymət yoxdur. Deməlisən ki, müəllim, üzərinə bir də 180 dərəcə gələrik. 180-in misilləri. Çünki dövr pK'dır. P'dir dövrü. pK yazılır. K burada tam ədəddir. Sonra nə edə bilərik? 4-ə bölək. X bərabər 10 dərəcə üzərinə gəl. 180-i 4-ə bölsən 45. K burada tam ədədlərdir. Sonra deyərsən ki, burada bizə lazımdır 0 ilə 180 dərəcə arasında. Bunu qeyd edeyim. Bizim x-imiz yerləşir 0 ilə 0-ı görə ara yazdım. Getəcə yoruluram deyəsən belə olur. Əvvəldə belə deyil. 180 dərəcə arasında. Deyərsən ki, müəllim, burada biz K-ya nə verək? Birinci K-ya 0 verək. Mənfi yenə vermirəm, çünki 0-dan aşağı düşməz. 0 versəm 10 dərəcə oldu. K-ya 1 verirəm, oldu 55 dərəcə. K-ya 2 verərəm, oldu 100 dərəcə. Çünki 90 oldu da 10 dərəcə. K-ya 3 versəm 135, o da 10, 145. K-ya 4 vermərəm, çünki 4 versəm 180, o da 10, 190 olmadı. 1, 2, 3, 4 dənə qiymət tapdıq. İndi gəlin bunları cəmləyək. 145 ilə 55 sıfıra tamamlanar. Nə olacaq? 200 dərəcə. Bu ikisinin də cəmi 110 dərəcə topladım. Oldu 310 dərəcə. Bu da bizim son sualımız. Ümid edirəm uşaqlar faydalı oldu. Hansı bölmənin gəlməyini istəyirsinizsə şərhlərdə qeyd edin. Davamlı olaraq videolar çəkməyə çalışaram. Sağ olun, özünüzə yaxşı baxın. Növbəti videolarda görüşənədək.